Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hesabat konfransı keçirilib. Baku Marriott Otel Bulvarda təşkil edilən tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda canlarından keçmiş şəhidlərin və hesabat dövründə dünyasını dəyişən idman adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AFFA-nın prezidenti Rövşən Nəcəf bir illik fəaliyyət dövründə həyata keçirilən işlərdən danışıb. O, milli komandanın çıxışından söz açıb. Növbəti nəticələrdən asılı olaraq AFFA-nın qətiyyətli qərarlar qəbul edəcəyini vurğulayıb. AFFA İcra Komitəsinin qərarına əsasən 2025-26-cı illər mövsümündən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olundu. Legioner limiti ilə bağlı dünyada unikal formula, 100% müsbət nəticə verən resept yoxdur. Biz bir çox ölkələrdə legioner limiti ilə bağlı müxtəlif illərdə fərqli qərarların qəbul olunduğunu görürük. İnanırıq ki, legioner limitinin ləğvi Azərbaycan Premyer Liqası və 1-ci liqanı daha da gücləndirəcək, yerli futbolçularımızın, milli komanda üzvlüyünə namizəd oyuncularımızın keyfiyyətcə inkişafına müsbət təsir göstərəcək. Hesabat dövrü ərzində bizi qane etməyən, məyus edən hadisələr, nəticələr də oldu. Təəssüf ki, milli komandalarımız, xüsusilə də kişilərdən ibarət A milli komanda son dövrdəki nəticələrlə bizi sevindirə bilmədi. Əlbəttə ki, biz milli komandamızın istər UEFA Millətlər Liqasında, istərsə də son yoldaşlıq görüşlərindəki nəticələrindən və oyunlarından razı deyilik. Baş məşqçi cənab Fernando Santos'la görüşümüz olub və həm oyun, həm də nəticələrlə bağlı narahatlıqları onun diqqətinə çatdırmışıq, gələcək gözləntiləri müzakirə etmişik. Milli komandamızın qarşıdakı yoldaşlıq oyunlarında, eləcə də seçmə mərhələdə məzmunlu oyun nümayiş etdirərək qənaətbəxş nəticələrə imza atmasına ümid edirik. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın komanda idman növlərində də uğurlar qazanacağına şübhə etmədiyini bildirib. O, yeni AFFA rəhbərliyinin qarşıya qoyulan məqsədlərin öhdəsindən gələcəyinə inandığını vurğulayıb. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev son dövrlərdə Azərbaycan futbolunda baş verən əlamətdar hadisələrdən bəhs edib. O, danışılmış oyunlarla bağlı problemlərə xüsusi diqqət çəkib. Futbol bəşəriyyətinin əsas problemlərindən biri həm Premyer Liqaya, həm 1-ci liqaya aiddir və digər liqalarda bu ancaq Azərbaycanda olan bir problem deyil, bütün dünyada olan bir problemdir. Danışılmış oyunlarla bağlı işlər davam edir çox ciddi şəkildə və biz bir daha AFFA olaraq bu məsələnin ciddi nəzarət altında saxladığımızı bildiririk. Federasiyanın baş katibi Cahangir Fərəculayev isə çıxışında uşaq futbolunun inkişafı məsələsinə toxunub. O, AFFA-nın uşaq futbolunu inkişaf etdirmək üçün klublara dəstək olacağını deyib. Bizim daha bir önəmli prioritetimiz dünya standartlarına cavab verən futbol akademiyalarıdır. Burada yük ancaq AFFA üzərində deyil, həm də klubların böyük qatqısına ehtiyac var. Oyunçu yetişdirmək, ümumi konveyerin parçası olmaq, dünya bazarına yerli oyunçu çıxartmaq bir çox klublarımızın maliyyə mənbəyi və gələcəyin iş modeli olmalıdır. Necə ki, bunu müxtəlif illərdə Niderland, Portuqaliya, Gürcüstan, Özbəkistan edib. Bu bizim üçün bir xəyal deyil, bir hədəf olmalıdır. AFFA bu hədəflərə işləyən bütün klublara dəstəyi əsirgəməyəcək. Bundan sonra AFFA-nın Maliyyə Departamenti hesabatla çıxış edib. AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerin də hesabatı dinlənilib. O, hakimliklə bağlı müəyyən çatışmazlıqların olduğunu bildirib və bu istiqamətdə görülən işlərdən danışıb. Sonda FIFA nümayəndəsi Marion Gava ilə UEFA nümayəndəsi Valentina Merkolli çıxış edərək AFFA ilə birgə görülən işlərdən söz açıblar. Bununla da hesabat konfransı öz işini başa vurub. Daha sonra Rövşən Nəcəf, Sərxan Hacıyev və Cahangir Fərəcullayevin iştirakı ilə mətbuat konfransı təşkil edilib. Qurum rəsmiləri media nümayəndələrinin suallarını cavablandırıblar. Layihə smət olur, qəribədir ki, bu yoxdur, istəyərdik ki, buna da aydınlıq gətirəsiniz.